Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 20 oktyabr 2025-ci il. Təxminən 1-2 həftə bundan öncə bir çərçivəlik arı ailəsini yaza necə çıxartmaq olar başlığı ilə bir veriliş çəkmişdim. Həmin ailə budur. İndi baxanlar bilər. İndi sizə göstərirəm bu ailənin aqibəti necədir. Mən bu ailəyə 2 dəfə salafan paketdə bal, təbii bal qoymuşam. İndi sizinlə bərabər baxarıq. Bu zəif ailəni dostlar mənim üçün gücləndirmək 5 dəqiqə vaxt gedəcək. Yəni mən bunu istəsəm əgər başqa yolla gücləndirmək 5 dəqiqə ərzində bu ailəni bir çərçivədən 4 çərçivəyə gücləndirə bilərəm. Sadəcə gənclərlə paylaşıram ki, arısı az olanlarla bunu paylaşdım ki, hər kəs qışdan qorxmasın. Bir çərçivəlik arı belə olsa, əgər sağlam arı olarsa, o ailəni yaza çıxartmaq olar. Mənim gözəllərim. Baxın, artıq 2-ci paket balı yeyiblər. Baxın, sağlam, ayaqlarında çiçək tozu, maşallah, varrovasız. Demək, baxın, 4 çərçivədir. 2 çərçivəsində arılar sürfə bəsləyir dostlar. Gözəlçəmiz gözümə dəymədi. Budur. Budur gözəllər gözəli. Bunu narahat etməyəcəyik. Vəssalam. Yenə də üzərinə bir paket bal. Vəssalam. Yəni bu arıya artıq heç bir yemləmə, heç nə ehtiyac olmayacaq dostlar. Bu balı da buyuruq. Çünki dostlar, bal, təbii bal elə bir dərmandır ki, bu arılara heç bir əks təsiri, ziyanı olmayacaq. Arılar bunu yeyəcək, sürfə bəsləyəcək. Yəni şərbət elə bir şeydir ki, süni şərbət kiçik, zəif ailələrə çox ziyan gətirə bilir. Ona görə mən bu balı göstərməkdə məqsədim o deyil ki, mən öz arılarıma
bal verirəm, yox. Onun məqsəd odur ki, oktyabr ayıdır. Süni şəkərlə yemləsəniz, zəif kiçik ailələri arı zəifləməsi baş verəcək. Yəni orada arılar əziyyət çəkəcək. O şərbəti buxarlandırmaq üçün, onu bala çevirmək üçün çox əziyyət çəkəcəklər dostlar. Ona görə mən çalışıram ki, bax bu qaydada arını qışa salacam. İnşallah bu arı ailəsini yaza qədər çıxardıb sizinlə yazda da bunu paylaşaram dostlar. Odur ki, sağ olun, özünüzü qoruyun.